İndi keçdim mən başqa məsələyə. Hazırsınızsa başladıq. Birinci video kadr göstərim. Qabil deyəni hər adam deyə bilmir. Buyurun. Baxın, 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 diqqətdən baxın. Prezidentiniz sağalmaz xəstəliyə duçar olubdur. O xəstəliyi də mütəxəssislərlə danışmışam və sizə deyəcəyəm. Prezidentiniz sağalmaz xəstəliyə duçar olubdur. Buyurun, baxın, göstərirəm. Məndən başqa belə şeyləri hər adam efirə verə bilməz. Hər adam belə şeyləri görə bilməz. Buyurun. Əlinə baxın, əlinə, sol əlinə. Very confident. Very confident. Thank you very much. Değerli həmvətənlərim, siz İlham Əliyevin sol əlinə baxın. Beyin bədəni idarə edə bilmir. Baxın, indi bu nə xəstəlikdir deyəcəm sizə. Baxın. Bax, ala. Baba, sol əlinə baxın. Confident. Very confident. Thank you very much. Bax, deyələmədən bu kadrlara diqqətlə baxarsınız, burada hələ yaxşı düşmür. Adam elə bil protez əl taxıbdır. Elə bil adamın əli ilk baxışda elə görünür ki, protez əl taxıbdır. Əl elə belə eləyir. Bu çox dəhşətli bir xəstəlikdir. Video kadrlara diqqətlə baxanda İlham Əliyev maşından düşür və sağ əli ilə görüşür, sol əlini qaldırıb Trump'ın dirsəyini tutmaq istəyir, amma qaldıra bilmir. Baxın, yenə də göstərəm. Sol əlini qaldırıb Trump'ın dirsəyini, o bir-birinin dirsəyini belirlədir. Bir əllə görüşür, bir əllə də belə eləyirlər. İlham Əliyev sol əlini qaldırıb Trump'ın dirsəyinə vura bilmir. Əl qalxmır. Üstəlik də əl belə eləyir. Əl belə eləyir. İndi gəlin bir də baxaq. Bir də baxaq. Baxın. Əl qalxmır. Ama kalkmır el. Very confident. Very confident. Dayanmadan dəqiqələrcə, saniyələrcə dayanmadan belə əlini saxlaya bilmir İlham Əliyev. İndi görək bu nədir? Olacaq mı, yoxsa qəssab özünü çatdıra biləcək mi? Bax. Video kadrlara diqqətlə baxanda İlham Əliyev maşından düşüb sağ əli ilə Trump'la görüşür, sol əlini qaldırıb Trump'ın dirsəyini tutmaq istəyir, amma qaldıra bilmir. Sol əlini qaldıra bilmir. Daha sonra İlham Əliyev sol əli özündən asılı olmayaraq qeyri-ixtiyari sirkələnir, qeyri-adekvat hərəkətlər edir İlham Əliyev. Əl sabit qalmır. Sağ əli kimi sol əli sabit saxlaya bilmir. İnsan bir anlık düşünür ki İlham Əliyevin sol əli sanki protezdir, sünidir. Ama elə deyil. Onu artık sol əli iflicə doğru gedir. Sadəcə çox güclü dərmanlarla onun xəstəliyini müvəqqəti saxlayırlar, qarşısını alırlar. Lakin çox böyük həyəcan, stres vaxtı bu dərmanlar belə təsir eləyə bilmir İlham Əliyevə. Bu xəstəliyin adı nədir? Yad əl sindromu xəstəliyidir. Yad əl sindromu xəstəliyidir. Xəstənin əlində və ayaqlarında qeyri-ixtiyari hərəkətlərin üzə çıxması ilə təzahür edir. Bu sindrom bir çox ağır nevroloji xəstələrin ilkin simptomlarından ola bilər. Məsələn, Alzheimer xəstəliyi və
ya da demensiya. Türkçe buna adam deyirlər. Buna Türkçe'de buna xəstəliyi deyilir. Yəni əqli inkişafın geriləməsi, yaddaş və təfəkkürün geri inkişafı ilə nəticələnir. Xəstəlik sağalmazdır və progresivliyə, yəni artırmağa meyilli olur. İlham Əliyev də daha da sürətlə artır. Gücül olmasa da iflicə doğru aparır. Bunun qarşısını çox güclü dərmanlarla müvəqqəti saxlamağa çalışırlar, lakin iflic vəziyyətə düşmə anı momentdə olacaq. Hansısa momentdə olacaq. Ani momentdə olacaq. İflic anına düşmə. Ümumilikdə bu növ nevroloji xəstəliklər nəsillikcə ötürülə bilir. Hətta bəzən ailə üzvlərində qeydə alınır ki, buna da səbəb gen mutasiyaları nəticəsində sinir hüceyrələrinin zədələnməsidir. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, bu sağalmaz xəstəlikdir və çox sürətlə İlham Əliyev də iflicə doğru İlham Əliyev aparır. Bu deməli. Burada da bir kadr göstərirəm. Bu kadrı indi təzdən göstərirəm. Hər iki bir dənə də kadr göstərəcəm sizə bundan sonra. Buyurun baxaq. Baxaq. Buyurun baxın. Qalxmadı, əl qalxmadı. Bax, bax. Sol ələ bax. Sağ əl durur, sol əl ilə özünə döyür. Baxın, sağ əl durur, sol əl ilə özünə döyür, bax belə. Fikir verirsiniz. İndi burada bir kadrada baxın. Baxın, bax, birdən deyərsiniz. Burada da baxın, deyərli, sol əlini tutub, fikir verin, bax. İndi bir kadr göstərəcəm. Burada da sol əlini tutub, sol əli tam hərəkətsizdir. Tutub saxlayıbdır. Baxın. Siz möcüzəyə imza attınız. Ancaq mətbuat bunu heç vaxt eşitmək istəmir. The press will never hear that. Well, he'll get me a note. Azərbaycan mətbuatı bunu işıqlandıracaq. Siz böyük lidersiniz. Böyük lider mənim yanımda əyləşir. Mənim sizin üçün Görürsünüz deyələmə, bu kadrda da saatlarla, indi görmüşsünüz, ikisi də hərəkət eləyər də, az da olsa. Sol əlini qoyub stolun üstünə ağıllandırmaq üçün. Ancaq sağ əlindən burada da üstünə yadına salır ki, sol əli, yəni beyin idarə eləyə bilmir bədən. Deyələmədən. Çox ağır xəstəlikdir və İlham Əliyev də çox dəhşətli şəkildə sürətlənir. İlham Əliyev iflic olacaq. Elə bu məlumat da indi mənə gəlməyi elə belə deyil. Çünki aldığım məlumata görə, mən elə belə adam deyiləm, biləsiniz. Aldığım məlumata görə dünyanı idarə edən ingilislər çox narahatdır. Bu xəbər də mənə elə belə yerdən gəlməyibdir. İlham Əliyevin hakimiyyəti sonu çatanda İlham Əliyevə elə bir maye içirdəcəklər ki, heç dədəsi Heydəri də tanımayacaq. Yəni bütün beyni yuyulacaq. Heç nəyə cavab verəməyəcək. Heç nə yadına düşməyəcək. Yəni keçmişi, hər şeyini unudacaq. İndi bu xəbərdə ilkin onun belirtilərini mən ortaya qoyuram və İlham Əliyevin sonu yaxındır deyə bu xəbərlər mənə qədər gəlib çatır və sabahları İlham bizə nəsə verə bilməyəcək. İlham Əliyev indi də Ramiz Mehdiyevlər, zadlara, bunlar zaten hamısı nəzarət altındadır. Zaten hamısı nəzarət altındadır. Sadəcə olar, bunların heç biri ölkədən çıxa bilməz. Heç biri, heç Nazirənin qardaş bacılarını ölkədən qoymurlar çıxmağa. Sadəcə, bunların sonu çatanda Putinin sirrini bilən hər kəs öləcək. Eləcə də İlham Əliyevin. İlham Əliyev çox böyük cinayətləri Putinlə bir yerdə eləyibdir. Rusiyanın istəyi ilə eləyibdir. Ona görə İlham Əliyevə də bağlı, İlham Əliyevin necə deyərlər, onu bilən, böyük həcmdə oğurluqlarını, sərvətlərin hara yatırıldığını bilənlər deyilən vətən. Gördünüzmü?
Bu boyda oyun oynadılar dünənləri. Sırağa gün dünənləri oyun oynadılar. Təcili. Bugün səhər tezdən İlham Əliyev telefona sarılıb Britaniya, İngiltərəyə. Amma xeyri olmadı. Dünəndən xahiş eləyiblər. Amma xeyri olmadı. Gördünüz mü? Bu günləri gün orta saatlarında Qod Nisanova və o birisinə nədir o? Vahid Əhmədov və Qod Nisanova sanksiyalar gəldi. Vahid Əhmədov, Qod Nisanovun bütün Avropaya bağlı, Londona bağlı müttəfiq ölkələrdəki bütün sərvətinin 99% Putin və İlham Əliyevindir. Güya bilmirlər bunu. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, görün necə dəhşətli xəbərlər verirəm sizə. Görün necə dəhşətli. İndi bir dənə sizə bircə dəqiqə. Aha. Deməli dostlar, bugünkü mövzularımızda nə qaldı? Mövzularımız nədən ibarət idi? Gəlin bir onları görək, hamısını çatdırdıq mı sizə? Əliyev ailəsində dava. Bax, dəhşətli xəbər gəlir. Qəti ayrılmayın, qəti qorxusu yoxdur. Bu dəqiqə dəhşətli xəbər gəlir. Əliyev ailəsində qırğın. Kimlər həbs olunacaq? Bax o! Hakimiyyətdə parçalanma gedir. Nələr və nələr olacaq? İlham Əliyev nə ilə şantaj olunur? Hələ dəhşətli xəbərlərimiz qabaqdadır. 9324 nəfər bizi izləyir. Bundan başqa, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, təkcə biz qapaq rəsmində olan suallara cavab vermişik. İlham Əliyev deməli xəstəliyindən və Ramiz Mehdiyevin həbsi kimə, nəyə, nə üçün elədilər, bu şounu qurdular. Təkcə qapaq rəsminin üzərindəki biz deməli materialı sizə çatdırmışıq, amma hələ başlıqda olan materiallarımız qabaqdadır. Yayımı verin, paylaşın, auditoriyamızı genişləndirin. Qabil sizi sevindirəcək. Bir dəqiqə gör nə göstərirəm sizə gözlü. Görün sizə nə göstərirəm. Yadınızdadır da bunu. Bunu keçən ildən saxlayıram ha. Keçən ildən. Bu şampanı partladacağım ha bu yaxın vaxtda. Elə bir xəbər alacağım ki, elə bir xəbər bu efirdən verəcəm ki, bax yerində oynayacaqsınız. Yerinizdə duramayacaqsınız. Oynayacaqsınız. Bu arada hamınız qurbanlarınızı hazırlayın. Kim qurban deyib İlhamın gedişinə, Qabilin gəlişinə. Kim qurban deyib yazsın ora, mən qurban kəsəcəm demişəm. O kəsmə imkanı olacaq. Kim gəl qurban deyibsə, onun qurban kəsmə imkanı olmasa, devlət, birbaşa devlət kömək eləyəcək olar. Deməli, bu şampan butulkasını yaxşı baxın, məmurlar. Bilirəm 10 min nəfərə qədər adam baxır buzu, canlı izləyir. Bilirəm ki, hamınız buradasınız. Bu şampan butulkasını burada vuracağım. Efirdə burada, partladacağım. İlham Əliyev partlayanda və bu butulkanı Azərbaycana gətirəcəm ha. Bu butulkanı Azərbaycana gətirəcəm. Bildiniz də nə üçün gətirəcəm? Ay məmurlar, mənim xalqımı incidən məmurlar. Mənim, bu günləri məlumat aldım. Göldə 5 polis, 2'si yol polisi, 3'ü post patrol, 5 polis bir bakirə qıza eləyir. Bakın ha. Bu şampan butulkasından tanış eləyəcəm sizi. Banditizmin reisi Vilayət Eyvallah. Siz o kadar halkın yemeğini yemişsiniz. Normal adam diye ki 300 gram yiyəndə, kakay yiyəndə siz kadar deyirəm ha. Eşiği yekələnibdir. Çox əziyyət çəkməyəcəksiniz. Hazırlaşın ha, butulkanı özündən gətir. Görəniz Qabil təyyarədən düşür, əlində də bir butulka. Bu butulka düşəcəm ha. Həmən sözümü yerinə yetirən oğlana. Bu butulka əlimdə düşəcəm.
Kim xalqa xəyanət edib, illah da güc strukturları, qüvvələri, vəzifəsindən, rütbəsindən istifadə edərək xalqın qız gəlinlərinə, nə bilim, cibinə, nəyinə, malına zərbə vuranlar. Bax, bu butulkanı yaxşı baxın. Bu butulka ilə düşəcəm təyyarədə. Keçən indi xəbərlər. Bu arada yenə deyirəm, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, 1-2 nəfərdə 100 manat biri, 100 dollar da biri köməklərdə bilirsiniz ki, 5000 euroya ehtiyacım olduğundan dolayı fəhləlik eləmək məcburiyyətindəyəm, yayımlardan müəyyən qədər aralanmaq məcburiyyətindəyəm 2 ay ərzində. İnşallah pulu düzəldəndən sonra yenə də bütün kanallarımız aktiv və anında yerində olacaq. Bəli, mənə də bu İlham Əliyevin Get-A-Getdə mənim də yayımdan ayrılmağım mənə də ləzzət eləmir. Amma neyniyək? Bir ay səsləndim bax bu efirdə, cəmi 1500 manat, yox, 1500 euro pul toplaya bildik. Cəmi cümlətəni. 1500 euro. Deyirlər, Qabili erməni maliyyələşdirir, Qabili nə bilim, Ramiz Mehdi, bir o qalmışdır Rusiya. Mən sizə dedim mi deyəcəklər ki, Rusiya maliyyələşdirir? Ramiz Mehdi demək Rusiya deməkdir. Bir ara deyirlər, İran maliyyələşdirir, bir ara indi də deyirlər Ramiz Mehdi, yəni Rusiya maliyyələşdirir. Allah, Allah, Allah. Rus maliyyələşdirirsə çıxıb Rusu tərifləyərdim də burada. Erməni maliyyələşdirirsə çıxıb erməni tərifləyərdim də burada. Niyə əskərimiz hər bir addımında sevinib göz yaş tökürdük burada? Amma nə olsun ki, Qarabağ əskərlərimiz azad elədisə də, Şamiyanın o biri bacısı oğlunun əlindən çıxdı torpaqlar, daha da dəhşətli. Bu biri bacısı oğlunun əlinə keçdi. Qarabağdan xalqa nə? Nə verdilər? Bircə nəfərə Dədə Baba qal yurdunu verdilər mi? Bircə nəfərə. Vermədilər. Dəyərli həmvətənlər. İndi isə dəhşətli xəbərlər çatdıracağam. Dəhşətli xəbərlər. Dəhşətli. Narahat olmayın, kişilər. Kişilər, bircə inqilaba hazır oluna. Mənim əlaqələrim bilirsiniz də haralarlandır. Bilirsiniz də Rockefeller Mehribanı qapıdan qovan günü mənə məlumat çatdı ki, Rockefeller Mehribanı qapıdan qovdu. Çıxdım, nə dedim? Astor ailəsi Mehribanı qovanda dedim mi ki, ay millət, Astor ailəsi də qovdu. Dedim mi? Dedim mi, COP29'a kimsə gəlməyəcək, boykot olacaq. Dedim mi? Ya tam məhv olacaq, ya da boykot olacaq. Demək olar elə ikisindən də oldu. Dedim mi? Kral ailəsinin süfrəsinin qırağında oturan Mehriban İlham Əliyev. Mən deyəndən sonra bir dəfə Kral Əli cibində bax belə İlhamın barmağı. Bundan başqa şəkil gördünüz mü? Ha? Mən elə belə mi adamam mən burada oturmuşam? Mən bilmirəm mi nədir? Qardaşlar, bilin ki, ən güclü materiallar, ən güclü xəbərlər hər zaman qabildə olub. Çünki məni də qabağa çəkən qüvvələr var. Bu xəbərlərlə, bu materiallarla xalq daha da məni çox sevir. Yaxşı at, arxanı yaxşı oğul, yaxşı lider qabağı görür. Və bugün xalq nə gördü? Xalq nə gördü? 10.000 adam izləyir demək olar canlı yayında. Kəsilib paylaşılacaq. Hələ üstəlik bu material o qədər ciddidir ki, ayrıca bir efir də açacağım. Xarici böyük güclər götürsünlər. İndi bir fikir ver. Dəyərli həmvətənlər. Bugün xalq hər şeyi, hər yeri, hamının mediasını izlər. Hər bir don geyindirdi bu Ramiz Mehdiyevə. Gördünüzmü necə qaranlıq tərəfini pərdənin arxasını açdım, tökdüm. Gördünüzmü, hamısına diqqət eləyəndə bircə dənə qabilin materialı ağıla batandı dediniz. Elə deyil mi? Bəzi şeyləri də hələ subutla qoyuram ortaya. İndi isə başqa məsələ. Dəyərli vətənlərim, dəyərli soydaşlarım. Astarada xüsusi əməliyyat keçirilir. Əməliyyatı. Deməli dostlar, baxaq bir Astarada əməliyyat keçirilir. Neyse burada deməli bu ne qaranlıqda heç nə görünmür. Yəni paylaşıblar bu nətər əməliyyatı. Bu ayla güya çəkirlər bunu, bu ayla əməliyyatı.